Deməli, elektrik şəbəkəsinə qoşulmaq üçün əlimizdə olan bizim adapter deyim mən buna. Adapter deyək ki, toka taxıldı və bu hissəsi adapterin keçir bura. Bu çıxan kabelin iki hissəsindən biri adapterə qoşulur. Digər hissəsi isə kompüterə gedən hissəyə qoşulur. Hansı ki, biz bu USB-ni kompüterə taxacağıq. Digər olaraq bizim əlimizdə idarəetmə pultu var. İdarəetmə pultu tam olaraq tutacağın aşağı hissəsinə, yəni bu hissəyə taxılır. Gördüyünüz kimi taxıldı və bu hissədən biz onu artıq öz pultu ilə idarə edə bilirik. Daha sonra bizim əlimizdə belə bir paylayıcı var. Yəni bu kompüterə taxılır. Kompüterə taxıldıqdan sonra 4 ədəd çıxışı var. Üzərinə 2 ədəd. Bunlardan biri USB 2, belə deyim, bu cihazlardakı emergensi rolunu oynayır. Yəni bunu taxmadığınız təqdirdə proqram açıq olsa belə işləməyəcək. Digəri isə software'dir, yəni əsas proqram təminatıdır. Qeyd edeyim ki, proqram təminatı kompüterə yazılandan sonra quraşdırılma texnik əməkdaşlara üzərinə düşür. Yəni bu software yüklənmə işi artıq texniki əməkdaşın ünvanda görəcəyi bir iş deyil. Daha sonra biz pedalımızı taxırıq digər 3-cü çıxışa, 4-cü çıxışa isə biz buradan artıq çevirici deyək, bu çevirici taxılır və cihazımız bu qaydada hazır olur.